Salam hər kəsə. Ümid edirəm sizdə hər şey yaxşıdır. Mən bu günlərim maraqlı bir mövzu ilə sizə gəlmişəm. Əslində bunu istirdim Instagramda story-də paylaşım. Sonra düşündüm ki, danışmağa başlasam bir 10 dəqiqə çəkəcək hardasa və ona görə də belə qərara gəldim ki, ondan sonra YouTube video çəkim, linki orada paylaşım, həm də burada qalsın, burada da faydalı ola bilər. Nədən danışacağıq bu günləri? Sosial şəbəkələr bizə nə verir və nə alır? Bunu niyə görə bu barədə danışacağam? Çünki bu yaxınlarda belə bir eksperiment elədim. Telefonsuz bir gün seçdim özümə və həmən günü telefon istifadə etmədim səhərdən axşama qədər. Bu eksperimenti eləməkdə məqsədim asılılıq səviyyəsinə baxmaq üçün idi. Həm də əgər bu olmasa nələr olacaq, ona diqqət eləmək üçün. Əgər telefonsuz bir gün keçirsəm, nə olacaq? Həm psixoloq kimi bu məni maraqlandırırdı, həm də adi bir insan kimi bu barədə danışacağam və dünən Meta, yəni Instagram, Facebook və WhatsApp qrupu onlar haqqında bir xəbər eşitdim, maraqlı bir xəbər oxudum. Onu sizinlə paylaşmaq istəyirəm. Bu ki, mövzu bir-birinə yaxın idi deyə elə istədim ki, sizinlə bir yerdə paylaşım. Telefon istifadə etmədiyim gün nə hiss elədim? Birincisi onu hiss elədim ki, həmən hansı müddətlərdə mən telefonu daha çox istifadə edirəm, o müddətlərdə də gözüm, əlim telefonu axtarır. Sanki nəsə çatmırmış kimi. Mən adətən səhərlər onu istifadə edirəm və günorta ola bilsin ki, nə üçünsə istifadə edirəm və ona görə də məhz həmin vaxtlar hansı müddətlərdə ki, telefonu daha çox istifadə edirəm, həmən müddətdə sanki nəsə çatmırmış kimi belə bir hiss var idi. Sanki əlim gedirdi ki, onu axtarsın, sanki nəsə çatışmırdı. Və mən əslində düşünürdüm ki, asılılıq səviyyəm bəlkə də biraz çoxdur. Hərçənd gözlədiyimdən aşağı oldu. Yəni düşündüyüm qədər hədsiz asılılıq hiss eləmədim. Ancaq nəyin diqqətinə vardım? Diqqət elədim ki, vaxtım çoxaldı. Vaxtım çoxaldı. Əvvəl elədiyim şeyləri təşvişli şəkildə çatdırmağa çalışırdımsa, həmən günü çox sakin şəkildə bir xeyli iş gördüm və o təşviş məndə yox idi. Mən indi bunu nə ilə əlaqələndirirəm? Ümumiyyətlə Instagramın, yəni onun yaradıcısının məqsədi istifadəçilərin diqqətini həmən o appdə saxlamaqdır. Yəni nə qədər maksimum biz orada vaxt keçiririksə, o qədər də o qazanır və ona görə də maksimum çalışır ki, məqsəd odur ki, insan telefonu əlinə alsın, Instagramdan, Facebookdan, WhatsAppdan istifadə eləsin. İstifadə etmək tək o yana qalsın, orada daha çox vaxt keçirsin. Və orada vaxt keçirə bilməsi üçün də, çox vaxt keçirə bilməsi üçün də elə onun maraqlarını nəzərə alır, ona maraqlı ola biləcək mövzuları nəzərə alır və onun qarşısına çıxardır. Və buna görə də telefonu ələ alanda insanın vaxtı çox gedir. İndi izah eləyəcəm nədir. Hətta siz istəməsəz belə girib nəyəsə baxmaq bizim həyatımızın demək olar ki, bir parçasıdır. Yəni biz bir-birimizlə əlaqəni onunla saxlayırıq, biz qruplardayıq. Bu təhsil qrupu ola bilər, bu uşaqların, nə bilim, valideynlər qrupu, kim hansı yaşdadırsa da, kim təhsil alırsa, orada qrup var, kim ümumiyyətlə dostlar qrupu var, nə bilim, nə qrupu var. Valideynlər qrupu var. Bu WhatsAppda və yaxud da Instagramdan. Bir çoxumuz artıq işimiz oradan asılıdır. Hətta sən bloger olmasan belə, hansısa ekspertsənsə, yenə də işin oradan keçir. Çünki oradan daha çox insana çatmaq olur, oradan daha çox tanınmaq olur. Yeri gəlmişkən onun müsbətləri də bundadır ki, sosial şəbəkələr insanı daha çox tanınan etməyin asan bir yoludur. Yəni əgər əvvəllər bir mütəxəssisi barəsində tanınmaq üçün onun nə qədər yol keçib gəlib ora çatması lazım idisə, tanınan olması lazım idisə, indi buna ehtiyac yoxdur. Sadəcə öz fikirlərini paylaşaraq, işini göstərərək daha çox kütləyə tanınan ola bilir. Yəni tanınma işinin, qazanmaq işini belə deyək də
başqa ölkələrdə belə tanınmış eləmək çox rahatlaşıb bu baxımdan. Və bundan başqa isə istifadəçi kimi, yəni bu belə deyək də işini aparanlar üçün istifadəçi kimi də nə müsbətdir? Odur ki, biz məlumatlanırıq. Məlumatlanırıq, nə bilim, özümüzə kurs seçəndə, özümüzə ekspert seçəndə baxırıq bir neçə variantlara, hər cürə belə deyək də yoxlayırıq və istifadə edə bilirik. Hətta bu başqa ölkədə olsa belə biz əgər oturduğumuz yerdən istifadə etməsək internet, biz ancaq oturduğumuz ölkədən bunu edə bilərik. Amma belə bilirik ki, aha, falan ölkədə də mənim dilimdə danışan ekspert var. Elə mən belə yaxşıdır, elə yaxşıdır, mən ondan xidmət alım. Və yaxud da mən məsəl üçün özüm şəxsən valideynliklə bağlı kurslar, Montessori kursları, öz ixtisasımdan bağlı nə qədər şeyi internetdən, belə daha doğrusu sosial şəbəkə vasitəsilə tanınan, belə deyək də, ekspertlərdən almışam. Yəni o oradan görüb, oradan keçid alıb almışam və bu da çox gözəl şeydir əslində. Hətta bu reseptlər ola bilər də, qadınlar fərqli reseptlər özlərinə qazana bilərlər, nə bilim, həkim məsləhətləri falan filan. Yəni çox faydalıdır bir cəhətdən ki, insan daha çox məlumatlanır. Amma digər tərəfdən də məsələ odur ki, insanın vaxtını bax beləcə ala bilir. İndi gəlirəm o mövzuya. İnsanın vaxtını necə alır? Yəni biz əlimizə telefonu götürəndə məsəl üçün kiməsə cavab vermək istəyirik və yaxud da hansısa kiməsə səs göndərmək istəyirik, kimdənsə nəyisə soruşmaq istəyirik və yaxud da hansısa bir nəsə post paylaşmışıq, bizə komment gəlib, biz ona cavab vermək istəyirik və yaxud da bizim xidmətimizdən maraqlanırlar və yaxud da bizə sual verirlər. Fərqi yoxdur. Yəni bu səbəblərdən biz əlimizi telefona alırıq ki, bunu edək. Ancaq həmin anda nəsə baş verir. Biz telefonumuzu əlimizə alırıq, başqa bir notification görürük, giririk, ora baxırıq. Sonra oradan nəsə bir paylaşım görürük, paylaşıma baxırıq. Paylaşımdan başqa bir komment görürük, ona baxırıq. Və bizim diqqətimizi alır və bir də görürük ki, yarım saat vaxt keçdi. 1 saat vaxt keçdi. Biz bilmədik nəyə keçdi o 1 saat. Hədsiz şum yükləndi, yəni hədsiz informasiya yükləndi. Və o 1 saatda uçdu getdi. Biz sadəcə mesaj göndərmək istəyirdik əslində. Yəni bu bizim günahımız deyil. Mən bunu ona görə deyirəm ki, bu belə sadəcə qurulub və hələ bu daha da artacaq. Nə qədər bizim diqqətimizi cəlb. Çünki bizim diqqətimizi cəlb eləmək üçün yarış gedir, yəni məhz sosial şəbəkədəki biz nə qədər çox orada vaxt keçirdik. Ona görə də vaxtı orada çox keçirdiyimizə görə bizə elə gəlir ki, bizdə vaxt yoxdur, vaxtımız çatmır və təbii ki, görəcəyimiz işlərə də fokus edə bilmirik. Görəcəyimiz işlərin də vaxtı azalır və bizi təşviş hiss elətdirə bilər. Biz gördüyümüz işi, məsəl üçün 1 saata rahat görə biləsiydiksə, ona 15 dəqiqə qalır və 15 dəqiqənin içində görəndə artıq başlayırıq təşviş hiss eləməyə, qıcıq hiss eləməyə, aqressiya hiss eləməyə. Çünki o vaxtımızı aldı. Əslində hamının 24 saatı var, heç kimin 25 saatı yoxdur. Sadəcə o vaxt hara gedir? O vaxtı necə itirilir? Məsələ ondadır. Ona görə də insanda təşviş var. Bundan əlavə, yəni buna diqqət elədim ki, telefonu istifadə eləmədiyim gün təşviş yox idi. Yəni həmən günüsü təşviş çox az idi və daha çox vaxtım var idi. İkinci diqqət elədiyim məqam hansı anlarda əlim telefonu axtarırdı. Bu da çox maraqlı məqamdır. İstəyirəm siz özünüz də əgər belə bir eksperiment eləsəz, buna diqqət eləyəsiniz. Hansı anlarda ki, mən aqressiya hiss eləyirdim, o zamanlarda əlim nəsə telefonu axtarırdı. Mən belə başa düşdüm ki, aqressiyadan qaçmaq üçün, yəni aqressiya hissindən fikri yayın. Çünki telefon insanın fikrini yayındırır. Əgər hansısa hissi hiss eləyirsinizsə, həmən anda siz telefona əlinizi atırsınız, demək ki, o hisslə bacarmaq üçün nəsə başqa bir yol seçirsiniz. Siz hiss eləyirsiniz tez. Çünki telefon fikri yayındırır, sizi başqa bir yerə fokuslayır. Orada paylaşım görürsünüz, oradan ora, buradan bura artıq oradan yayınır. Və mən diqqət elədim ki, mənim telefonu axtardığım anlar aqressiya hiss elədiyim anlardır. Hansı hallarda aqressiya? Mənim uşağım körpədir, tanıyanlar bilir artıq və onun hardasa 2 yaşı var. 2 yaşı var və artıq o sərhədləri ilə bağlı perioddan keçir. Yox, hə də yoxdur, yox da yoxdur. Hər şeyə emosional çox aşırı reaksiya verir və təbii ki, orada məndə əsəb yarana bilir. Çünki mən bir dəfə deyirəm, 2 dəfə deyirəm və
Və maraqlısı da budur ki, uşaqdır. Yəni yetişkin insan deyil ki, bir dəfə dedim, başa düşdü və yaxud da sözünü eşitdi. Balaca uşaqdır. Yəni ona artıq sən aqressiyanı bildirə bilməzsən. Çığıra bilməzsən. Çünki başa düşməyəcək ümumiyyətlə. Həm də ki, heç assertiv olmayacaq. Amma assertiv danışsan da hələ başa düşmür. Onu çoxlu neçə dəfədən deməlisən və buna da çoxlu səbr lazımdır. Və mən hiss elədim ki, o anda ki mənə aqressiya gəlir, o aqressiya ilə baş etmək üçün mən telefonu axtardım. İndi sizə bunu deyirəm. Siz baxa bilərsiniz, əgər belə bir eksperiment eləsəz, hansı hissi keçirdəndə sizin əliniz telefonu axtarır. Ola bilsin ki, hansısa hisslə baş etmək üçün daha çox telefondan istifadə edə bilərsiniz. Bu ola bilsin yalnızlıq hissi olsun, bu ola bilsin darıxmaq hissi olsun, bu ola bilsin aqressiya olsun da mənim кейsimdəki kimi. Bu ola bilsin ki, hansısa hadisədə utanc hiss edirsiniz, hansısa bir ortamdasınız, tez telefonu götürürsüz, ora fokusunuzu aparır. Yəni o bir növ diqqətimizi yayındırmaq üçün çox gözəl vasitədir və yaşadığımız hissdən bizi ayırmaq üçün də, əgər ondan başa çıxa bilmiriksə, ondan fokusumuzu çox rahat yolla yayındıra bilir. Ancaq o hiss heç yana getmir. O heç yana çıxmır da, belə də bir şey var. Yəni bu iki şeyi diqqət elədim ki, bir çoxlu vaxt alır. Hətta sən onu istəməsən belə, hətta sən ona belə deyək də ancaq lazım olanda telefonu əlinə götürsən belə, onda belə yenə də sən onda çox vaxt keçirməyə yönəlib. İkincisi isə hisslərlə bağlı. Və bu dünənləri eşitdiyim xəbəri, oxuduğum daha doğrusu xəbəri sizə deyim. Bunu mənə yoldaşım dedi. İndi burada bacarsam belə həmin xəbərin fotosunu sizlə paylaşacağam. Corriere Sera, italyanların belə bir saytı var, xəbər saytı, qədimi saytdır və orada bu barədə yazırdı ki, deməli Amerikada belə bir tədqiqatlar aparıblar və yeniyetmə uşaqlarda daha çox suitsidlər, özünə qəsd, depressiya, fokusun yayınmağı, yəni konsentrasiya ola bilməmə problemləri məhz scrollingdən yaranır. Yəni sosial şəbəkədə çoxlu scrolling etməklə və psixoloqlar da bu tədqiqatlara qoşulublar və buna görə Metaya, həmin onun sahibinə iş açıblar, yəni cərimə kimi və Meta bu cəriməni ödəyib, bu hardasa 18 milyar dollar bunu belə deyək də kompensasiya kimi ödəyəcək. Bunun 2,2 səhv eləmirəmsə yazılmışdı Kaliforniya ştatına. Qalanın isə həmən bundan zərər görmüş ailələrə, bu məhz istifadədən uşaqların zərər görmüş ailələrinə və 10 il ərzində də bu hissə ödəniləcək. İndi siz təsəvvür eləyin nə qədər Meta bundan qazanır. Mən heç buna təəccüblənmədim, çünki milyonlarla, milyardlarla istifadəçisi var və günü-gündən də bu artır. Günü-gündən də insanların orada belə deyək də keçirdiyi vaxt çoxalır. Amma maraqlısı da budur ki, dövlət də bundan belə deyək də qəbul edibdi bu kompensasiyanı, razılaşma olub onlarda. Orada bəzi belə deyək də limitləmər eləyəcəklər. Məsəl üçün müəyyən saatdan sonra scrolling eləyə bilməyəcəksən və ya da notification sənə gəlməyəcək. Belə, ancaq bu Amerikaya aiddir. Mən indi fikirləşirəm ki, yaxşı olardı ki, bu bütün dünyaya aid olsun. Çünki həqiqətən də yeniyetmələr bundan daha çox əziyyət çəkir. Buna toxunmaq istərdim ki, yəni bu fakt var. Həqiqətən də sosial şəbəkədən hədsiz istifadə, bu scrolling əsasən də psixikası formalaşma mərhələsində olan insanlara daha pis təsir edə bilər. Milli asılılığı olan insanlara pis təsir edə bilər. Depressiya milli olan insanlara daha pis təsir edə bilər. Çünki bunu izah etmək istərdim. Niyə görə məhz belədir? Baxın, bizim psixikamız uşaq vaxtı formalaşır və tam 6-7 yaşına kimi təməl formalaşır və sonra yeniyetmə yaşından sonra müəyyən bir belə deyək də krizis olur və ondan sonra artıq tam yetişkin bir psixika formalaşır və onu geriyə gedib orada dəyişiklik etmək olmur. Təbii ki, bunu psixoterapiyada onu korreksiya eləmək olur, ancaq təzədən 3 yaşına qayıdıb orada dəyişiklik eləmək olmur.
və o zaman da psixika çox həssas olur. Hər hadisəyə, hər belə deyək də deyilənlərə və çünki elə formalaşır. Necə ki, evin fundamenti belə betonu tökürsüz, ondan sonra onun üstündə nə bilim 2 mərtəbə tikin, 3 mərtəbə tikin, sonra onu dəyişin, başqa cür tikin, ancaq onun fundamenti elə də qalır. Eləcə də psixikanın. Ona görə də həmən yaşda sosial şəbəkədən istifadə edən uşaqlarmı deyim, yeniyetmələrmi deyim, onlar daha həssasdır buna. Onlar daha bu layka həssasdılar, kommentə həssasdılar, kimisi filtrə həssasdılar. Yer gəlmişkən filtri də oradan çıxartmaq istəyirlər ki, özünü qəbullanma ilə bağlı problem yarada bilir. Kim daha başarıqlıdır, kimin daha pulu var, kimin daha nəyi var. Bu onlara daha pis təsir edə bilər. Çünki məhz o periodda elə o formalaşır, o inanclar, o qəbullanmalar, utanc hissi falan filan və bu onu çox hədsiz tətikləyə bilər psixikasına. Depressiya bax belə sala bilər, bax belə suitsidlər arta bilər və üstəgəl də bu tək yetişkinlər, tək yeniyetmələrə yox, elə yetişkinlərə də aiddir. Hansı yetişkinlərə? Hansı ki psixikası təhrif uşaq vaxtından zaten zədə alıb. Zaten psixika həssasdır. Məsəl üçün, zaten gəlin bunu elə belə baxa bilərsiniz. Siz hansı kontenti istifadə edirsiniz? Baxın, izlədiyiniz daha çox sizə maraqlı olan hansı kontentdir? Bilgi ilə bağlı olan kontentdir, yoxsa gözəlliklə bağlı olan kontentdir, yox estetika ilə bağlı da, yoxsa xilas eləmək, nəmnəm heyvanları xilas eləmək, onunla bağlı kontentdir, yoxsa yalnızlıqla bağlı olan mahnılar, şeirlər, nə bilim belə şeylər maraqlıdır. Çünki insanın psixikası, yəni yetişkin insanın psixikası da düzdür, uşaqlara, yeniyetmələrə nisbətən onda artıq formalaşıb. Yəni onlara edəcək təsir kimi yetişkinə edə bilmir. Çünki psixika formalaşıb. Hansısa təsiri var, tətikləyə bilər. Yəni onu belə deyək də, əgər bir insan təşvişlidirsə, o təşvişini artıra bilər. Bir insan başqalarının gözləntisindən asılıdırsa, onu dəstəkləməyə daima çalışıbsa, elə sevgini qazanmaya çalışıbsa, Instagram onun üçün tətiklənməsi üçün möhtəşəm yerdir, o təşvişin artması üçün. Çünki orada da nəsə paylaşır və reaksiya gözləyir. O reaksiya gəlməsə, yenə öz travmasına düşə bilər və s. və ilaxır. Yəni yetişkin insanlarda da formalaşmasa da olan travmasını tətikləyə bilər, olan təşvişini daha da sürətləndirə bilər və fokus artıq fokuslanmaq, yəni bir şeydə fokuslanıb biraz çox vaxt sərf eləmək problemə çevrilə bilər. Bilmirəm diqqət eləmisiniz yoxsa yox. Artıq roliklər, nə bilim 1 dəqiqə yarımdan 1 dəqiqə, 1 dəqiqədən 30 saniyə, artıq 15 saniyəlik roliklər daha çox insanlar baxır, yəni fikrini saxlaya bilər. Nəinki dayanıb 3 dəqiqəlik nəsə maraqlı bir şeyə qulaq asın, çünki səbri çatmır. Fokusu verə bilmir, hansısa bir işə fokus verə bilmir. Yəni bir yerdə çox qala bilmir. Niyə? Çünki kontent tükətimi qısa roliklərləndir. Yəni beyin qısa dopaminə öyrəşir və ona çətin gəlir artıq uzun-uzadı belə deyək də şeylərə qulaq asmaq, uzun-uzadı fokus vermək daha. Çünki ona beyin daha çox vaxt sərf eləyir, daha çox belə deyək də əziyyət çəkir. Və bu da çox gələcək üçün çox problem yarada bilər. Çünki insanlar artıq dərinə şeylərə belə deyək də qulaq asmaq, oxumaq da hər şeyi tez indi ChatGPT də çıxıb hər şeyi cavablar tez gəlir. Yəni insanlar çox tez istəyirlər, tez informasiya, tez nəticə, tez. Bu da psixika üçün o qədər də yaxşı bir şey deyil. Bir sözlə yekunlaşdırım ki, hə yeniyetmələri uşaqlara daha pis təsir edə bilər. Onları çünki psixika formalaşma mərhələsindədir. Yetişkinləri isə olan travmalarını, olan meyilliliklərini tətikləyə bilər və daha belə deyək də uc nöqtəyə çatdıra bilər. Ona görə də bax bu da mənə elə gəlir ki, siqnal olmalıdır. Mən daha düşünürəm ki, necə faydalanıb, amma eyni zamanda da özünə zərər verməmək. Bununla bağlı bəlkə nəsə fikirləşsələr, bəlkə nəsə bir belə deyək də
hansısa metod, hansısa bir şey, bilmirəm, bəlkə mən elə özüm fikirləşdim. Amma olsa daha yaxşı olar, çünki ziyanı, xeyri olduğu qədər də ziyanı da gözlə görüləcək qədərdir. Bu qədər. Ümid edirəm ki, mənim eksperimentim, mənim məlumatım sizə maraqlı oldu. Sizin də bu barədə hansısa eksperimentiniz varsa mənimlə bölüşə bilərsiniz kommentdə. Siz nə görürsüz, siz nə müşahidə edirsiniz? Mənimlə bölüşsəz sevinərəm. Hələlik isə bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.